Rəbbin göz bəbəkləri, Rəbbin sevimliləri. Heç vaxt bunu yadınızdan çıxartmayın ki, siz Rəbbin sevimli evladlarsınız və sizə görə Rəbb hər şeyindən keçdi və hər şeyini sizə həvalə elədi. Min şükürlər olsun. Qoy hər gününüz, hər dəqiqəniz, hər saniyəniz həqiqətən də Rəbbin ruhunda inkişaf eləsin, Rəbbin ruhunda böyüyə biləsiniz. Rəbbin kəlamını həqiqətən də öz içinizə hopdura biləsiniz ki, o kəlam sizin üçün diri olsun, həyat verən olsun. Çünki sözü, kəlamı dərk eləməsək, o heç bir vaxtı bizim üçün dirilməyəcək. Ona görə də min şükürlər olsun. Həqiqətən də biz belə böyük bir Rəbbin evladlarıyıq. Biz hər birimiz bir bədənin üzvüyük. Min şükürlər olsun ki, biz hər birimiz bir meynə üzərindəyik və bir meynənin üzərində olan budaqlarıq. Həqiqətən də bundan böyük bir şey ola bilməz. İsa Məsih bizimdir, məhz bizimdir və o hər zaman bizimlədir. Hər zaman bizə nəyisə öyrədir, bizi nəyəsə vadar eləyir ki, biz oradan qidalanaraq, oradan inkişaf eləyərək, yəni ki, o vəziyyətlərdən böyüyə bilək. Min şükür olsun. Həqiqətən də, baxın, hər dəfə də Rəbb öz kəlamında deyir ki, əqlən böyüyün, əqlən dəyişin. Çünki həqiqətdə biz, məsələn, dünyaya gəldikdən sonra bu dünya tərəfindən tərbiyə alırıq. Bu dünya tərəfindən bizim içimizə bir şeylər hopdurulur və biz illər boyu bununla yaşayırıq və düşünürük ki, bu düzgündür və belə də olmalıdır. Bu həqiqətdir. Rəbb tam bir başqadır. O bir başqa cürə tərbiyə verir. Bu dünyanın tam əksidir. Həqiqətdə Rəbbin kəlamı, müqəddəs ruhun bizə dediyi bir şeylər bizə xoş olmur. Nə mənada? Biz orada dəyişilməliyik. Orada bizim düşüncə tərzimiz dəyişməlidir və bu bizə çətin olur. Rəbb nə deyir? Deyir, mən sizə müqəddəs ruhu bir köməkçi olaraq göndərdim ki, siz o köməkçi vasitəsilə, yəni ki, olduğunuz bir yerdən çıxaraq, o köhnəlikdən çıxaraq yeniliyə qədəm basasınız. Həqiqətən də bəzən bu çətin olur. Bəzən sən ağlında başa düşmürsən, bu niyə belədir? Axı, məsələn, burada mən deməliyəm, amma Rəbb deyir ki, sus və insanın içində mübarizələr başlayır. İnsanın içində fikirləşirsən ki, bəlkə bu mənim fikrimdir, bəlkə mən bunu belə düşünürəm. Amma ki, bəzən bizim anlaya bilmədiyimiz, bizim başa düşmədiyimiz, amma ki, bizə Rəbb deyir, bunu elə və biz bunu elədikdə, inanın, biz elə böyük bir qələbələr orada görürük ki, min şükür olsun Rəbbimizə. Bəzən uşaqlar bilmədən, məsələn, addım atırlar və yıxılırlar. Addım atırlar və hardasa dəyirlər, nə bilim, orası göyərir, burası göyərir. Elə bil ki, bu bir günah kimi məncə sayılmır. Çünki biz bu cürünə böyüyürük. Gələn səfər biz biləcəyik ki, oraya ayaq basmaq olmaz və yaxud da düşünmədən addımlamaq olmaz. Ona görə də min şükür olsun Rəbbimizə, həqiqətən də bir ömür boyu biz öyrənirik, bir ömür boyu biz dərk edirik, bir ömür boyu biz müqəddəs ruhla bir addımlamağa çalışırıq və həqiqətən də bu çox gözəl bir şeydir. Amma çox acınacaqlı odur ki, biz bilə-bilə müqəddəs ruhu incidəndə, biz bilə-bilə Rəbbi kövrədir. Düzdür, Rəbb bilir bizim səhv haddımızı da. O hər şeyi daha qabaqcadan bilir. Amma ki, necə belə bəlkə düzgün ifadə eləmirəm. Rəbb o qədər bir şeyi bizim içimizə qoydu ki və o istəyir ki, biz ona layiq bir evlad olaq. Yenə də deyirəm, biz hardasa yıxılacağıq, bilməyə bir addım atacağıq. Amma bilə-bilə kiməsə ziyan vurmağı, bilə-bilə kimisə incitmək, bilə-bilə kimdənsə acıq çıxmaq, bilə-bilə öz paxıllığın qabağını tuta bilməmək, öz qısqanclığın qabağını tuta bilməmək və bunun nəticəsində bir başqalarına ziyan vurmaq, inanın, bu həqiqətən də bir böyük bir günahdır. Çünki hər birimiz üçün İsa Məsih öldü və biz hər birimiz onun üçün əzizik, onun üçün doğmayıq, onun üçün sevimliyik və qəsdən
Rəbbin evladına ziyan gətirmək, qəsdən Rəbbin evladının haqqında ona layiq olmayan bir şeylər danışmaq, onun haqqında bir qısqanclıq əlaməti olaraq bir pislik eləmək, bu həqiqətən də Rəbbin qarşısında böyük bir günahdır. Çünki o Rəbbin evladıdır və sən sanki öz barmağını Rəbbin gözünün içinə soxduğun kimi olursan. Və ona görə də qoy Rəbb bizi belə şeylərdən qorusun həqiqətən də. Qoy bizə ayıq-sayıqlıq versin ki, biz belə şeylərdən uzaq olaq. Biz öz hisslərimizə, biz öz bəzən qısqanclığımıza sahib çıxa bilək və özümüzü tərbiyələndirə bilək. Özümüzə bunu olmaz, bu düzgün deyil deyə bilək və onun üstündə dura bilək. Qoy həqiqətən də Rəbb hər birimizə o kəlamın bir yerində deyir ki, öz dilinə sahib olan bütün həyatına sahib olmuş kimi olursan. Həqiqətən də qoy Rəbb bizə o müdriklüyü, o gücü versin ki, biz özümüz öz dilimizə sahib çıxa bilək. Nəyin yaxşı, nəyin pis danışmağımızı bilək. Kimə ziyan vurmağı, kimə vurmamağı bilə bilək. Harda Rəbbin kəlamını danışmalıyıq, bilək. Bilirsiniz, həqiqətən də bu belədir. Çünki dil balaca bir orqan olsa da, amma bəzən o dildən elə bir sözlər çıxır ki, insanın qəlbini parça-parça eləyir. Bəlkə də qəlbini yox, həyatını məhv eləyə bilir. Ona görə də qoy Rəbb hər birimizə ayıq-sayıqlıq versin. Qoy Rəbb hər birimizə öz müdriklüyü ilə hər birimizin üzərinə gəlsin və qoy bizim içimizdə Rəbb qorxusu olsun ki, biz heç vaxt Rəbbə qarşı və Rəbbin evladlarına qarşı durmayaq. Qoy hər zaman mütülüklə Rəbbin qarşısına gələk. Bizi incitsələr belə, bizə nifrət eləsələr belə, bizə bir pislik eləsələr belə, biz onlara cavab deyil, biz onlara Rəbbin məhəbbətini göstərə bilək. Rəbb bizə o gücü versin həqiqətən də. Min şükürlər olsun hər bir evlada görə, min şükür olsun bədənin hər bir üzvünə görə, min şükürlər olsun. Bizim köməyimiz də göylərdəndir, bizim ehtiyaclarımızın hər bir ödənməsi də Rəbdəndir. Bizim həm ruhani, həm fiziki hər bir ehtiyacımızı ödəyə biləcək Rəbb İsa Məsihdir. Bizim həqiqətən də gözümüzü dikəcək bircə yer var. O da Rəbbdir, o da göylərdir. Hər şeyimizi, hər vaxtımızı həqiqətən də biz Rəbbə həsr eləsək. İnanın, baxın, kəlam deyir ki, mənə iman eləyən hər şeyə, yəni ki, hər şey o demək deyil, bizim kaprizimizə Rəbb hə deyib yerinə yetirəcəkdir. Bizim həqiqətən də nəyə ehtiyacımız var olduğunu Rəbb yaxşı bilir və o ehtiyacın hər birini Rəbb ödəyir. Bəzən biz fikirləşirik ki, bilirsiniz necə, nəfsimizə sahib olmayaraq, mən filan şey istəyirəm, bəhmən şey istəyirəm, Rəbb mənə bunu vermədi. Rəbb onu bizə vermir ki, çünki bilir ki, istədiyimiz bir şey bizi Rəbdən uzaqlaşdıra bilər və yaxud bizi düzgün olmayan bir yerə yönəldə bilər. Və biz onu əldə eləmirik ki, biz Rəbdən uzaq düşməyək, biz büdrüyəməyək, biz yıxılmayaq deyənə. Amma biz bəzən bunu fikirləşirik ki, Rəbb məni eşitmədi, Rəbb məni sevmədi, Rəbb başqaları dua eləyir, hər şeyi əldə eləyirlər, mən dua eləyirəm. Mən heç nə əldə eləyə bilmirəm. Deməli, biz istədiyimiz bir şey bizim üçün xeyirli olmadığı üçün Rəbb onu bizə vermir. Bizim ehtiyacımız, həqiqətdə ehtiyacımız olan hər bir şeyi Rəbb özü öz varlığı ilə ödəyir, öz məhəbbəti ilə ödəyir, öz şəfası ilə, öz müdriklüyü ilə ödəyir. Və buna görə Rəbbə həqiqətən də minnətdaram. Şükürlər olsun Rəbbin var olmağına.